Salam Express inkubator servis səhifəsinin izləyiciləri. Bugünkü videomuz STEZ 3028 3028 kodu altında gələn həm istiliyi, həm də nəmliyi göstərən, həm göstərir, həm də idarə edir. İnkubator nəzarətçisi haqqında da videomuz. Demək, bunu biz işə salmaq üçün istifadə etmişik qızdırıcı 2.5 125 vatlıq qızdırıcı lentdən, bir də 24 voltla işləyən soyuq pardan. Yəni biz bunu test edirik. Siz istədiyiniz avadanlığı qoşa bilərsiniz. TEN olsun, soyuq par olsun, fərq etməz. Və yaxud da ki, bunu dediyim kimi lent olsun, nə bilim, lamçıq olsun, nə olur olsun, qoşa bilərsiniz. Demək, biz burada danışırıq həm bunun qoşulma qaydasını, həm də bunun iş prinsipi. Çox sadə bir şeydir, daha əlverişlidir. Yəni, sadə inkubator yığanlar üçün əlverişli bir şeydir. Həm nəmişliyi göstərir, həm idarə edir, həm istiliyi göstərir, həm idarə edir. Demək, qoşulma qaydası belə bir şey. İndi bunun üstündə göstərəcəm. Burada görürsünüz yazır 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Demək 1, 2. 0 faza 220'nin girişləridir. 3, 4, 5 istilik və nəmişliyin sensoru birbaşa bunlarda bir dənədir. Datçik bir dənədir. Bunun içində 2 ədəd demək, idarə edici panellər var. Biri istiliyi idarə edir, biri də nəmişliyi idarə edir. Sonra 6, 7, 8, 9, 6. Əgər bizim 2 nolumuz fazamızdırsa, demək 2-dən bir dənə körpü veririk 6-ya, 6-dan bir dənə körpü veririk 8-ə. Demək 6-dan girir, çerezlər ilə çıxır, demək gedir, 7 gedir. Biz burada nəmişlik qurğunu demək bu odun yetindən istifadə etmişik. Demək 7 gedir bunun bir fazasına, bir ayağına. Demək 8 də gedir istiliyin bir fazasına. Yəni faz olan ayağına. 0 isə bunda da birbaşa götürürük, hansı ki bir bizim nolumuz idi. Birbaşa 0'dan getiririk. Bu bunun qoşulma qaydasıdır. Üstündə zaten yazılıb. Necə qoşulur? Çox sadə bir şeydir. İş prinsipi də demək, iş prinsipi də belədir. Sol ekranımız göstərir. Hızlı bu. Sol ekranımız göstərir 20.0 istiliyi göstərir. Demək, bunu biz artırıb azaltmaq üçün bu sol düyməni vurub saxlayarıq, miqatlayır. Bu ilə azaldıb, bu ilə çoxaldırıq. Bu bizim başlanğıc nöqtəmizdir. Bu sağdakı düyməni basıb saxlayanda isə, demək, bunun axırıncı nöqtəsi, yəni 22 çatanda sönsün. Bu altdakı isə eyni bu istilik kimi, indi əlim düşür ekranda, nəmişliyi idarə edir. 40'da yanır, 60'da sönür. Eyni zamanda bunu da basıb saxlayırsınız. Məsələn, istəmirsiniz də 60'da sönsün. İstəyirsiniz sönsün 55'də. Bunu da 55'ə qoymaq üçün basıb saxlayırsınız. Çox getdik. Qoyduq 55'ə. Demək, 55'də sönəcək, 40'da yanacaq. Neçə siz qoyabilirsiniz? Yəni, artıb azalda bilirsiniz. Bu belə bir qurğudur. Normal bir şeydir. İndi biz qoymuşduq 50, neçəyə qoymuşduq bunu? Demək, 52'də yanır, 40'da yanır, 52'də sönür. 52'nin keçdiyinə görə də hal-hazırda burada nəmişlik göstərir 58 var. 58 olduğuna görə indikatorun işığı söndü. Demək ki, komandanı da kəsdi. Amma burada isə istiliyin komandası yanır, indikatorun işığı yanır. Ondakı datçik qızdıran kimi 125 watt amma başa qızdırılmış o. Bu qədər. Kimə maraqlıdırsa, eyni zamanda bunların indi həm bu video öğretmə məqsədilə çəkilir, həm də reklam xarakteri daşıyır. Burada gördüyünüz avadanlıqlar hamısından maraqlana bilərsiniz. İnkubator aid olan bütün avadanlıqlar satışı var bizdə.